Salam dəyərli dostlar, bu video dərsimizdə amonimlərlə bağlı əsas nüanslar qeyd etmək istəyirəm. Deməli, biz bilirik ki, amonimlər qrammatik və leksik olmaqla iki yerə bölünür. Leksik amonimlər bizim bildiyimiz normal tərəfləri əsas nitq hissəsi olan sözlərdir. Məsələn, deyək ki, baldır, bir mənasında yeyilən bal, bir tərəfində bir mənayı isə imtahanda aldığımız qiymət mənasında. Bəs qrammatik amonimlik nədir? Tərəflərdən biri əsas, digəri köməkli nitq hissəsi olarsa, bu qrammatik amonimlikdir. Məsələn, deyək ki, kimi sözünü götürək. Kimi əsas nitq hissəsi kimi əvəzləyib, bir də deyək ki, qoşma kimi götürüldükdə bu qrammatik amonimlikdir. Köməkli nitq hissələri öz aralarında qrammatik amonimlik yaradır. Məsələn, deyək ki, görə sözü səbəb bildirən görə qoşması var, sənə görə. Bir də var deyirəm ki, istinad bildirən qoşma. Eşitdiyimə görə. Bunlar da qrammatik amonimlik sayılır. Şəkilçilər öz aralarında qrammatik amonimlik sayılır. Məsələn, deyək ki, dada həm leksik olaraq zərf düzəldir birlikdə, həm də dada ismin yerlik halıdır. Eyni ilə də danda. Qeydlərimiz var dostlar. Leksik şəkilçi amonimlik əmələ gətirə bilər, amma qrammatik şəkilçi amonimlik gətirə bilməz. Bu testlərdə bir sual olaraq, qrammatik sual olaraq düşə bilər. Tərəflər quruluşca müxtəlif ola bilir amonimlər. Yəni, bir tərəf düzəltmə, bir tərəf isə sadə ola bilər. Məsələn, deyək ki, əlimdə yara var sözündə. Sözün kökü yarmaqdan yara, leksik şəkilçi ilə düzəltmə söz əmələ gəlib. Bir deyirəm ki, işimə yara. Burada isə sadə bir sözdür və yaramaq feil kimi mənalıdır. Gördüyünüz kimi, biri sadə, biri düzəltmədir. Eyni söz həm amonim, həm də amoqraf ola bilər. Qoyun sözündə həm heyvan mənasında, həm də ki, qucaq mənasında amonimdir. Amma vurğunu dəyişib qoyun deyəndə, yerinə qoyun deyəndə burada amoqrafdır. Eyni söz amonim və amoform ola bilər. Məsələn, qazan əşya, isim nitq hissəsi olaraq əşya və feil, nəsə deyib qazanmaq. Burada amonimdir. Amma qazanmaq sözünün kökü ən feili sifət qrammatik şəkilçi kimi isə artıq burada amoform olacaq. Bu amonim sayılmayacaq. Bugün də bu qədər dostlar. Növbəti dərslərimizdə görüşənədək.